Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün təşkil etdiyimiz sadəcə 21-ci həftəlik sınaq imtahanında istifadə olunan sualların izahını verəcəm. Bu suallar sadə suallar adlanır. Yəni sadə paket üzrə istifadə olunur. Suallar özü sadə suallar deyil, sadəcə sadə qrup üzrə, hansı ki ödənişsiz qrup deyirik, orada istifadə olunan suallardır. Siz də bu sualların PDF versiyasını əldə etmək istəyirsinizsə, ekranda aşağı sol tərəfdə nömrə görürsünüz. Həmin nömrəni WhatsApp-dan yazaraq, yəni söhbət 055 239 2041 nömrəsindən gedir. Bizim ödənişsiz qruplarımıza qoşula bilərsiniz. Dostlar, bundan başqa bizim ödənişli qruplarımız da var. Hər iki fənni əhatə edir həmin qruplar. Həmin nömrəyə yazaraq detallı məlumat əldə edə bilərsiniz. Və bunların üstündə ən gözəl bir təklifimiz nədir? Monitoring test toplusudur. Ekranda sol tərəfdə gördüyünüz vəsait. Orada da iki fənni əhatə edən möhtəşəm sınaqlar sizi gözləyir. Məktəb müəllimləri kimlər ki 4-cü sinifdə dərs keçirlərsə bizimlə əlaqə saxlayaraq sinifləri üçün kitablardan götürə bilərlər. Kitabın əsas özəlliyi ondan ibarətdir ki, bütün sualların video izahları mövcuddur. Dostlar, biz isə artıq izahlara başlayırıq. Birinci sual ekrandan görürdünüz. Evin hündürlüyü 4 metrdir. Elektrik dirəyinin hündürlüyü evdən 3 dəfə, söyüd ağacından isə 2 dəfə hündürdür. Uşağın boyu isə ağacın hündürlüyünün 20-də 3 hissəsinə bərabərdir. Uşağın boyu nə qədərdir? Ardıcıl şəkildə gedirik. Evin hündürlüyünü verir 4 metr. Elektrik dirəyinin hündürlüyü evdən 3 dəfə hündürdür. Fikir verin, bax burada cümlənin xəbəri hündürdür sözüdür. Elektrik dirəyinin hündürlüyü evdən 3 dəfə hündürdür. Yəni burada vergül qoyub artıq. Hündürdür sözü evdən 3 dəfə hündür olduğunu göstərir. Onda elektrik dirəyi neçə metrdir? 4-ü 3-ə vuracam, olacaq 12. Yəni elektrik dirəyi buraya yazıram 12 metr. Çünki evdən 3 dəfə çoxdur. Bir də bu cümləni oxuyuruq. Deyir ki, elektrik dirəyinin hündürlüyü, davamını buradan oxuyursunuz. Söyüd ağacından isə 2 dəfə hündürdür. Söyüd ağacından 2 dəfə hündürdürsə, onda söyüd ağacı elektrik dirəyindən 2 dəfə balacadır. Yəni söyüd ağacı 6 metrə uyğun gələcək. Bax, buraya yazıram 6 metr. Bu söyüd ağacıdır. Dərslikdə də bu tipli sual olduğu üçün var. Uşağın boyu isə ağacın hündürlüyünün 20-də 3 hissəsinə bərabərdir. Ağacın boyu 6 metrdir. 6 metrin biz 20-də 3 hissəsini tapmaq üçün 6 metri santimetrə çevirəm. 600 edir. Bunu əvvəlcə 20-yə böləcəm, sonra vuracam 3-ə. Bu şəkildə müəyyən edə bilərik. Deməli, 600-ü bölürəm 20-yə, düşəcək 30. 30-u da vuracam 3-ə, edəcək 90 santimetr. Yəni uşağın boyu 90 santimetr uyğun gələcək. Birinci sual düzgün cavab A variantı. İkinci sual. A məntəqəsindən B məntəqəsinə qədər olan məsafə 240 kilometrdir. Bura A məntəqəsi olsun, bura B məntəqəsi olsun. Bunlar arası məsafəni bizə verir 240. Bura qeyd etdim. Daha sonra B məntəqəsindən C məntəqəsinə qədər olan məsafə bundan 30 kilometr az. Burada dırdır xəbərli şəkilçisi ixtisar olunub, onu nəzərə almaq lazımdır. Deməli, BC məsafəsi nə olacaq? Bir daha oxuyuram. B məntəqəsindən C məntəqəsinə qədər olan məsafə bundan 30 kilometr azdır. Yəni 240-dan 30 çıxacaqsınız, qalacaq 210 kilometr. C məntəqəsindən D məntəqəsinə qədər olan məsafə bundan 70 kilometr çoxdur. Bundan deyəndə nəyə nəzərdə tutur? Söhbət A və B məntəqələri arasındakı məsafədən gedir. Bax, bir daha qeyd edirəm. B məntəqəsindən C-yə qədər olan məsafə bundan, yəni 240-dan 30 az. C-dən D-yə qədər olan məsafə isə bundan 70 çoxdur. Yəni 240-ın üstə də bir 70 gəlmək lazımdır. Bu dedikcə 310 kilometr. Artıq bütün məntəqələr arası məsafə bəllidir. Bizə deyir ki, A və D məntəqələri arasındakı məsafəni tap. 240, 210 və 310-u cəmləmək lazımdır. 240-ın üstə 210 gəlsəm 450 edər. Üzərinə də 310 gəlsəm 760 kilometr alacam. Demək ki, doğru cavab D variantına uyğun gəlir. Üçüncü sual. Yolun bir tərəfində hər 5 metrdən bir olmaqla 20 ədəd ağac əkildi. Birinci və sonuncu ağac arasındakı məsafə nə qədərdir? Ağac və aralıq məsələlərində şagirdlər diqqət yetirməlidir. Dərslikdə çox detallarına gedilmir, amma müəllimlər bir qədər detallı şəkildə öyrətsələr yaxşı olar. Yolun burada bir tərəfindən söhbət gedir. Bilmək lazımdır ki, ağacların sayı aralıqların sayından bir vahid çox olur. Bu nə deməkdir? Məsələn, düşünün bu bir ağacdır. Bu ikinci ağacdır. Bu üçüncü ağacdır. Bu dördüncü ağacdır. 4 dənə ağac arasında 3 dənə aralıq olur. Yəni ağacın sayı həmişə bir vahid çox olur. Məsafəni tapanda isə aralıqlar vasitəsilə tapılır. Məsələn, bunun hərəsi 5 metr olsa aralıqlardan söhbət gedir. Yəni iki ağac arası məsafəni nəzərdə tutur aralıq deyəndə 5 metrdən ümumi 15 metr edəcək.
Bu izah üçündür dostlar. İndi gəlin sualımıza qaydaq. 20 dənə ağac əkilib. 20 ağac əkilibsə 19 dənə aralıq var və hər biri də 5 metrirdəndir. Yolun bir tərəfində hər 5 metrdən bir ağaclar. Bax, belə-belə əkilə-əkilə gedir. 20 dənə ağacdırsa 19 dənə belə aralıq olacaq. Yəni 19-u 5-ə vurmaq lazımdır. 19-u 5-ə vursam 95 metr alacam. Düzgün cavabımız deməli A variantına uyğun gəlir. Burada da qeyd edir birinci və sonuncu, yəni birinci və 20-ci ağaclar arası məsafəni tapmalısınız. Yəni əvvəldən sona qədər də bu formada düşünə bilərik. Dördüncü sual. Uzunluğu 40 metr olan yolun hər iki tərəfi boyunca 10 metr aralıqla ağaclar əkildi. Cəmi neçədə də ağac əkildi? Burada hər iki tərəf deyir. Əvvəlcə siz bir tərəfi müəyyən edirsiniz. Sonra iki tərəfə vuracaqsınız. Yəni ikiyə vuracaqsınız. Uzunluq 40 metrdir yolun. Yəni buradan bura belə fikirləşin. Bunu daha əyani formada göstərə bilərəm sizə. 10 metr aralıqla əkilirsə 40-ı 10-a bölürəm. 4 dənə aralıq düşəcək. 4 aralıqdırsa 5 ağac deməkdir. Diqqət edirsiniz. 1, 2, 3, 4, 5. Bir daha qeyd edirəm. Bunun hər biri 10 metrdən 10, 20, 30, 40 metr məsafə var. Yəni 4 dənə aralıqdır. Hərəsi 10 metrdən 40 metrdir. Amma ağacın sayı neçədir? Diqqət edirin. 1, 2, 3, 4, 5 dənə ağac var. Bu yolun bir tərəfi dostlar. Digər tərəfində də eyni qayda üzrə növbəti 5 ağac əkilə biləcək. Yəni burada da yolun sağı və solu da bildiyimiz kimi bax eyni bir şeyi yaza bilərik. Yəni ümumi ağacların sayı 10 dənə olacaq. 5-i sağda, 5-i solda. 5-ci suala baxırsınız. Sırada dayanan natiqin sağında 10, solunda isə 12 uşaq var. Bu sırada cəmi neçə uşaq var? Düşünək ki, bu natiqdir. Natiq durub burada. Natiqin sağında, deyək ki, üzü o yana baxır. Sağ tərəf burana. Yəni bizə nəzərində sağ olan tərəfi düşünsək, burada 10 şagird var və yaxud 10 nəfər var. Solunda isə 12 uşaq var. 12 solunda 10 sağında toplam 22 uşaq edir. Amma bizə deyir sırada cəmi neçə uşaq var? Natiqin özündə nəzərə alınmalıdır. Çünki sırada dayanıb o da. 22-nin üstə də 1 gələcəm olacaq 23 uşaq. Bax buna diqqət etmək lazımdır. Yəni sağında və solunda olanda özünü də götürəcəm. 6-cı suala baxırıq. Sırada dayanan Rasim sıranın əvvəlindən 10-cu, sonundan isə 12-cidir. Sırada cəmi neçə adam var? Bu da bayaqkına oxşur, amma incə fərq var. Fərz edək ki, bu Rasimdir. Rasim sıranın əvvəlindən. Deyək ki, sıra buradan başlayır ox istiqamətində. Saya-saya gəlirik. Rasim olur 10-cu. Əgər Rasim 10-cudursa, Rasimdən əvvəl burada 9 nəfər var. Yəni Rasim 10-cu olub. Sondan sayıram. Yəni bu tərəfdən saya-saya gəlsəm, Rasim 12-ci olur. Rasim 12-cidirsə, Rasimdən əvvəl deməli burada 11 nəfər var. Yəni burada say bölgüsünü aparsaq, yəni saysaq, 9 nəfər Rasimin solunda, 11 nəfər sağındadır və özü də 1 nəfər. 9 üstə 11 üstə 1. Yəni bayaqkına bənzəyir. Bayaq birbaşa sağın və solun verdiyin, amma sıra üzrə göstərir. Bunları toplasaq dostlar 21 nəfər edəcək. Yəni sırada cəmi neçə adam var? 21 adam mövcuddur hal-hazırda. 7-ci sual. Rauf, Aysel, Murad, Nigar və Elgün kitabxana növbəsinə dayanıblar. Aşağıdakı məlumatlar var. Aysel Muradla Elgün arasında dayanıb. Nigar növbənin sonunda dayanıb. Nigar Raufdan sonra dayanıb. Murad növbədə birinci deyil. Sonuncu olan Nigardır. N hərfi yazıram. Sonra qeyd edir ki, Nigar Raufdan sonra dayanıb. Onda Rauf buradadır. Bunu qeyd etdik. Aysel Muradla Elgün arasında dayanıb. Burada Aysel var. İndi burada ya Elgün olacaq, məsələn, belə də ola bilər və yaxud da tərsinə ola bilər. Elgün birinci, Murad burada olsun. Amma bizə deyir, Murad növbədə birinci deyil. Murad birinci deyilsə, onda Elgün birincidir. Bura Elgünü yazıram, bura Muradı yazıram. Yəni fikir verin, birinci Elgündür, sonra Ayseldir. Aysel Muradla Elgün həqiqətən arasındadır. Sonra Nigar növbənin sonundadır. Nigar Raufdan sonradır. Murad da birinci deyil. Deməli, Elgün, Aysel, Murad, Rauf və Nigar. Düzgün cavab C variantına uyğun gəlir. 8-ci sual. Xalçanın eni 5 metr, sahəsi 35 kvadrat metr olarsa onun perimetrini tapın. Belə bir xalça düşünün. Eni 5 metrdir. Sahəsi 35 kvadrat metrdir. Sahə 35-dirsə, əlbəttə ki, enin uzunluğuna vuraraq tapırıq da xalçanın sahəsini. Burada şərtdə dostlar düzbucaqlı formalı verməsə də, yəni xalçaları siz düzbucaqlı formasında düşünə bilərsiniz. Sahə 35-dirsə, deməli bura 7-dir. 7-ni 5-ə vuranda 35 ala bilərik də, doğrumu? Bizə perimetr lazımdır. Perimetr nədir? En uzunluğu topla vur 2-yə. 7-nin üstə 5 gəlirəm, 12 edər.
12-ni 2-yə vursam 24 metr xalçamızın perimetri olacaq. 9-cu sual. Fidan müəllim 3 20 manatlıq, 2 10 manatlıq və 1 5 manatlıq pul ödəyərək bir neçə kitab aldı. Hər kitabın qiyməti 5 manat olarsa o neçə kitab aldı? Gəlin pulları hesablayaq. 3 dənə 20 manat. 3-ü 20-yə vururam 60 manat. Üstə gələk 2 dənə 10 manat. 2-ni 10-a vuranda 20 manat. Üstə gələk bir dənə də 5 manat. Toplasam 60 üstə 20, 80 üstə 5, 85 manat edər. Və kitabın biri də 5 manatdandır. 85-i bölürük 5-ə. Bu da düşəcək 17. Deməli, Fidan müəllim 17 dənə kitab alıb. Doğru cavab B variantına uyğun gəlir. 10-cu suala baxırıq. Şagirdlər üçün alınan dəftərlər 40 şagird arasında bərabər olmaqla paylaşıldı. Hər şagirdə 4 ədəd dəftər düşdüyünü bilərək cəmi neçə ədəd dəftər alındığını tapın. Dostlar, diqqət yetirirsiniz ki, 40 şagird var və hər şagirdə 4 dəftər düşüb. Yəni burada 40-ı 4-ə vurmaq lazımdır. Daha bölmürsüz. 40-ı 4-ə vuranda bu da 160 olacaq. Doğru cavab D variantı. Belə dəyərli dostlar, videomuzu bəyənməyi və paylaşmağı da unutmursunuz ki, digər insanlar da bu videolardan faydalansınlar. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.